bizdə. Deməli, uşaqlar, biz qrammatika mövzusunu bitirdik. Qrammatika mövzusunu yox, morfologiyanı bitirdik. Qrammatika bilirdik ki, bölünür iki hissəyə. Hansı hissələr idi? Nicat? Morfologiya və sintaksis. Morfologiya nədən bəhs eləyirdi? Nitq hissələrindən. Sintaksis söz birləşmələri, cümlə üzvləri və cümlə üzvlərindən bağlı digər mövzuların hamısını nə edirdi? Əhatə edirdi. Artıq 6-7-ci siniflər, belə deyək, 5-6-7-ci siniflər bitdi. Bizim mövzumuz gəldi, çıxdı sintaksisə. 8 və 9-cu sinifləri əhatə edəcək sintaksis. Sintaksis sözünün mənası nə deməkdir? Cavab verə bilmirsiniz. Tərtib etmək deməkdir. Birləşdirmək, tərtib etmək. Morfologiyada nə deməkdir? Forma, forma haqqında elm deməkdir. Nəysə, sintaksisə başlayırıq. Sintaksisin lap birinci mövzusu. Əvvəli başlayır nədən? Söz birləşmələridir. Azərbaycan dilində söz birləşmələri belə olur. Söz birləşməsinin iki tərəfi olur. Birinci tərəf, ikinci tərəf. İki tərəf olanda təbii ki, biri birinci olur, biri ikinci olur. Bunu yəqin ki, bilmirdiniz. Öyrənin də, görürsünüz. Uşaqlar, birinci tərəf biraz aldadıcı gələr birinci sözünə görə. Amma birinci tərəf yox, ikinci tərəf əsas tərəf olmuş olur. Birinci tərəf asılı tərəf olur. Əsas tərəf olduğu üçün nə inir sevinç? Tabe eləyir birinci tərəfi. Tabe edici tərəf. Asılı tərəf olanda isə nə olmuş olur? Təbii ki, tabe olmuş olur. Elə sevinç. Maşallah, görürsən, sevinçdir. Bəli. Deməli, uşaqlar, söz birləşmələri quruluşuna görə olur. Neçə cür? İki cür. Sadə birləşmələr, bir də mürəkkəb birləşmələr. Nədir sadə birləşmələr? Minimumda, maksimumda neçə sözdən ibarət olur? İki sözdən ibarət olur. İki necə sözdən? Müstəqil sözdən. Nədir müstəqil söz, Kənan? Kənan, necə? Əlaqəsi yox idi. Asıl olmamalı. Müstəqil söz nə deməkdir? Bir dəqiqə. Kənan səhər yuxuludur, səhər təzə açılıb. İndi ola bilir ki, nəysə qarışdırır. Cümlə üzvü ola bilir. Ayrılıqda necə mənası olur? Sağ ol. Müstəqil söz, müstəqil leksik mənası və qrammatik mənası olan sözdür. Yəni, əsas nitq hissəsi. Ona görə, bəzən biz görə bilirik ki, məktəbə doğru. İki dənə söz şəklindədir. Amma söz birləşməsi deyil. Niyə görə? Çünki bunun müstəqil mənası, leksik mənası yoxdur. Bu söz birləşməsi sayılmayacaq. Olsaydı ki, məktəbə getmək, bu olacaq artıq feili birləşmə, yəni söz birləşməsi. Və yaxud da Yadullanın arzusu olacaq hər iki tərəfdəki leksik mənalı sözə görə sadə söz birləşməsi. Oldu mu? Yəni, bu söz birləşməsinin içərisində biz köməkçi nitq hissəsi görürüksə, o artıq onun quruluşuna təsir eləmir. Mürəkkəb söz birləşmələri isə minimum 3 müstəqil sözdən ibarət olur. Minimum 3 müstəqil sözdən. Məsəl üçün, olsa evə doğru getmək nə olacaq? Sadə birləşmə olacaq. Çünki bu nədir? Qoşma. Amma evə doğru sürətlə getmək desək, bu artıq olacaq mürəkkəb söz birləşməsi. Və yaxud da Yadullanın ən gözəl arzuları olacaq artıq mürəkkəb söz birləşməsi. Niyə görə? Yadulla, gözəl və arzu. Bunlar olacaq 3 dənə müstəqil söz. Quruluşunu başa düşdükmü? Biz indi nədə diqqətli olmalıyıq burada? Mürəkkəb feil. Ayrı yazılan mürəkkəb feillərimiz xeyli var idi bizim, düzdürmü? Məsəl üçün, olsa Yadulla ilə dost olmaq. Bu necə söz birləşməsi sayılacaq? Sadə, Yadulla 1, dost olmaq 1. Bax, əsas olaraq bunlara diqqət edin. Feili birləşmələrdə xüsusilə ayrı yazılan mürəkkəb feillər, tərkibi feillər problem yaradır. Yəni, diqqətli olmaq lazımdır bir yarımca istəkan.
Oldu. İndi keçirik nəyə? Birləşmələrin ümumiyyətlə əsas tərəfinə baxacağıq biz. Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələri 2 yerə bölünür. Nəyə görə? Əsas tərəfin ifadə vasitəsinə görə 2 yerə bölünür. Hansılardır? İsmi birləşmələr və feili birləşmələr. İsmi birləşmələrin əsas tərəfində olur nə? Adlar. Feili birləşmənin əsas tərəfində olur təsriflənməyən feillər. Tamam mı? Biz onsuz da feili birləşmələri keçmişik. Harada keçdik? Feilin məstərini, feili sifət, feili bağlamasını keçəndə orada tərkibləri izah elədik. Düzdürmü? Tərkiblər var idi. Tərkiblər hamısı feili birləşmələr sayılır. Məstər birləşməsi, feili sifət birləşməsi və feili bağlama birləşməsi. Hə. Aydan o tərəfdən otur, zəhmət olmasın. Bəli, siz biraz bəriyə doğru hərəkət eləyin. Nə yaxşı gəldin, yuxumuz qaçdı. Necə? Hə, aydan kurtkasına orasmazdı, kaş ki. Eyb olmaz. Hə, yaxşı, xor dərnəyi yaratmayaq. Keçdik, uşaqlar, ismi birləşmələrə. İsmi birləşmələr. Köhnə proqramda ismi birləşmələr 2 cür olurdu. Bir, təyini növ birləşmələr, bir də qeyri-təyini. Qeyri-təyini deyə artıq bir şey yoxdur. Yəni onunla bağlı sual da düşmür, heç bir yerdə soruşulmur. Amma yenə də cümlə üzvlərinin təhlilində baxırıq ki, bizim qarşımıza qeyri-təyini birləşmələr çıxır. Ona görə bir toxunub üstündən keçəcək. Təyini birləşmələrin özündə 3 növü var. Birinci növ, ikinci növ və üçüncü növ. İndi bunları mən sizə izah edəcəm. Ondan sonra qeyri-təyini özlüyündən sizin üçün aydın olacaq. Baxaq görək birinci növ təyini isim birləşmələr nələrdir? Birinci növ. Birinci növə bir düstur biçmişdilər əyninə. 1T0 üstə gələk 2T0. Nə deməkdir? Birinci tərəfdə hal və mənsubiyyət yoxdur. İkinci tərəfdə birinci tərəfə aid olan hal və mənsubiyyət yoxdur. Və birinci növ təyini söz birləşməsinin hər zaman burası, yəni asılı tərəfi cümlədə nə olmuş olur? Təyin olur. Əsas tərəf isə digər cümlə üzvləri neynir? Ola bilir. Məsəl üçün, uca dağ, başında ceyran balalar. Düzdürmü? Uca dağ nədir? Birinci növ təyini söz birləşməsi olacaq. Necə dağ? Uca. Və birinci növün asılı tərəfində feili sifət belə iştirak edə bilir. Məsələn, uca nədir? Sifət. Və yaxud da məsəl üçün deyək ki, yun şal. Nə oldu? Yun nədir? İsimdir. Ay, sağ ol. Sonra, hər uşaq. Nə oldu? Əvəzlik. Və yaxud da oxuyan şagird. Feili sifət. Nəyimiz qaldı? Zərfimiz. İçəri, otaq. Nə oldu? Zərf. Sifət, isim, say qaldı. Düzdür? Məsəl üçün, 5 dəftər deyək. Birinci növ təyini söz birləşməsidir və asılı tərəfi bütün nitqsələrinlə ifadə oluna bilir. Tamam mı? İndi, dedik ki, birinci növ birləşmələr cümlədə parçalanır, amma bəzi hallarda birinci növünün parçalanmadığını görə bilirik. Hansı ifadələr var? 1. Əsas tərəfi zaman anlayışı bildirən sözlərlə ifadə olunduqda. Məsəl üçün, deyək ki, keçmiş günlər məni çox kövrətdi və yaxud da yeni il gəldi. Bütöv, yəni il, gün, məsəl üçün, orta dövrlər, orta əsrlər, düzdürmü? Orta əsrlər, qədim dövrlər. Baxın, bunların hamısı birinci növdür və heç birində parçalanma olmur. Bütöv şəkildə götürülür cümlədə. Həmçinin hərlə olana baxırıq. Hər tərəf, hər yer, hər yan. Bunlarda da birinci növdür, amma təhlil zamanı parçalanmır. Oldu mu? Ki, bununla bağlı sual var, çıxacaq qarşımıza.
Sonra nəyə diqqət eləmək lazımdır? Birinci növ kimi görünən bu gün, bu vaxt, bu ay. Bunlar nədir? Mürəkkəb zaman zərfi. Hər gün, hər an, hər vaxt. Nədir? Mürəkkəb zaman zərfi. Hərlə olan, qarışdırmayaq bunu. Hər tərəfdən hər günü qarışdırmırıq. Sonra hərin, hər kəs, hər kim, hər şey, hər nə. Nədir bunlar? Mürəkkəb əvəzlik. Yəni bunu qarışdırmırıq. Bunu qarışdırmayacağıq. Oldu mu? Bu məsələlərə diqqət eləyək ki, uşaqlar. Birinci növ təyin söz birləşməsi sayılmır. Sonra təhlil zamanı problem yaşamayaq. Var birinci növlə bağlı sualınız? Gözəl. Keçdik. İkinci növ və üçüncü növə. Biz ikinci növü, üçüncü növü demək olar ki, keçmişik. Amma daha geniş versiyada 8-ci sinif mövzusudur. İkinci növ nə idi? Qeyri-müəyyən yiyəlik halla işlənən mənsubiyyətin bir yerdə olması. Üçüncü növ isə müəyyən yiyəlik hal və mənsubiyyət şəkilçili sözün bir yerdə olması. Qısaca bir düstur yapışdırıblar. 1T0, 2T mənsubiyyət. Üçüncü növ isə birinci tərəf yiyəlik, ikinci tərəf mənsubiyyət. Yiyəlik halda olduğu təqdirdə olur üçüncü növ. Məsəl üçün, deyirəm ki, nə? Bulağın suyu. Bunu ikinci növ eləmək üçün ümumiləşdiririk. Nə olur? Bulaq suyu. Bu qədər bəsit. Və yaxud da deyirik ki, dağın havası olacaq nə? Dağ havası. Ananın laylası olacaq ana laylası. Kəndin yolu olacaq kənd yolu. Kəndin məktəbi olacaq kənd məktəbi və s. Düzdür, Atilla. Təbii ki, bütün üçüncü növləri ikinci növə çevirə bilmirik, elə deyilmi? Hansılar var idi orada? Xüsusilə xüsusi isimlər. Məsəl üçün, Sumqayıt şəhəri, Bakı şəhəri, Xəzər dənizi, Novruz bayramı və yaxud da ədəbiyyat dərsi, Azərbaycan dili dərsi. Bu kimi şeylər var ki, bunları yalnız ikinci növ olaraq qalmış olur. Oldu? Hə, indi testdə bizdən də ikinci və üçüncü növ deyə bir söz birləşməsi növü soruşulmayacaq. Amma biz bunları bilməliyik ki, cümlə üzvlərinin təhlili zamanı nəyi parçalayırıq, nəyi parçalamırıq. Orada da bir boşluq var. Söz birləşmələri orada bizə lazım olur, parçalanması gərəkir. Amma burada isə ciddi şəkildə ona yanaşılmır. Baxaq nə var. Deməli uşaqlar, ikinci növ istisnasız parçalanmır cümlədə. Üçüncü növ isə bəzi hallarda parçalanır. Necə parçalanır? Məsəl üçün, Koroğluda var idi deyəsən, deyir ki, göylə gedən 5 durnalar, təbii ki, qrammatik normanı pozur, bizim ellər yerindəmi? Bax, bizim ellər yerindəmi deyə bir ifadə işlədir. Əgər üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfində mənsubiyyət şəkilçisi artırılırsa, bu da sadəcə biz və siz əvəzliyindən işlənən birləşmələrdə olur. Mənsubiyyət şəkilçisi atılırsa, əsas tərəf mübtəda tamamlıq və yaxud nəsə asılı tərəf olan, bax bu bizim, sizin kimi ifadələr cümlədə təyin olur. Və yaxud da deyirəm ki, sizin ev buradan çox uzaqdadır. Nə ev? Hansı ev? Sizin. İstisna bir məqamdır. Oldu Mədinə? Sonra nə olmuş olur? İkinci növün tərəfləri arasına heç bir söz artıra bilmirik. Amma üçüncü növü istədiyimiz sayda artırırıq. Məsəl üçün. Bayaqlarım dedimi? Yadullahın arzusu. Yadullahın həyata keçmiş arzusu. Düzdür? Və yaxud da deyirik ki, kitabın vərəqi. Belə bir üçüncü növdür. Nə deyə bilərik burada? Kitabın əzilmiş, suya düşmüş vərəqi. İstədiyim kimi ifadələr artıra bilərəm oraya. Yəni. Yenə də nə olmuş olur? Hamısı təhlil zamanı bir cümlə üzvü kimi götürülür. Nə ikinci növ, nə də üçüncü növ. Normalda cümlədə parçalanmır. Bir tək parçalanma məqamı nə idi? Əgər üçüncü növ bu formadadırsa, ikinci tərəfin mənsubiyyəti atılıbsa, o zaman hə parçalaya bilərsiniz. Digər hallarda bütöv qalmış olur. Belə bir sual da var ki, sahənin 4də 3 hissəsi şumlandı. Sualı belə verir. Cümlədəki sayın funksiyası nədir? Yəni hansı cümlə üzvüdür?
Nə bilir? Bəli, sahənin hissəsi üçüncü növ təyini söz birləşməsidirsə, o zaman onun arasındakı sözlərin bizim söhbətimizə heç bir dəxli yox. Nə olacaq? Bütöv bir cümlə üzvü şəklində götürüləcək. Anladıqmı bunu da? Anladıq. İndi bir də hər iki tərəfinin cəmlənməyi falan ora-bura onlara gərək yoxdur. İkinci növün hər iki tərəfə ilə anda cəmlənmir, üçüncü növdə cəmlənir. Deyək ki, belə bir şey var. Və ikinci növün əsas tərəfi yalnız üçüncü şəxsin mənsubiyyətini qəbul edir. Üçüncü növdə bütün şəxslərin mənsubiyyətindən işlənə bilir. Mənim arzum, bizim arzumuz, sənin arzun, onların arzusu və s. və s. Problem yoxdur? Gözəl. Keçdik, uşaqlar. Feili birləşmələr. Feili birləşmələr nədir? Əsas tərəfi məstər, feili sifət və feili bağlama ilə ifadə olunan nələr? Feili birləşmələr. Məsəl üçün, dərs oxumaq. Nə olacaq? Məstər tərkibi olacaq. Məstər tərkibi nədir? Məstər birləşməsi, yəni feili birləşmə. Feili sifət. Nə olacaq? Dərs oxuyan. Feili bağlamada olacaq nə? Dərs oxuyandır. İndi buradakı məqamlar nələrdir? Nəyə diqqət eləməmiz lazımdır uşaqlar? Bayaq dediyimiz kimi mürəkkəb feillərə diqqət eləyəcəksiniz ki, cümlədə onu mürəkkəb cümlə üzvü kimi götürməyəsiniz. Feili birləşmələr ümumiyyətlə heç vaxt parçalanmır. Feili birləşməyə aid olan təyin, tamamlıq falan belə bir şey ola bilməz. Arxasında gəldisə, onu da qatırıq hamısını tərkibin gözünə götürürük. Sadəcə bir daha üstündən keçək, təkrar eləyək ki, nə zaman feili birləşmələri, yəni arxasındakı sözlərlə bərabər feilləri birləşmə şəklində götürməyəcək. Əgər özündən əvvəldə mübtəda varsa, xəbərlə uyğunlaşırsa, artıq biz bunu İsmailova, yuxun şirin olsun, tərkib kimi götürməyəcək. Deyək ki, iki dənə belə bir cümlə çıxır qarşımıza. Biz kəndə çatanda yağış başladı. Bir də bu var. Biz kəndə çatanda çox yorulmuşduq. Biz kəlməsini görən kimi cümlədə onu ayrıq mübtəda götürməyə gərək yoxdur. Cümləni tam oxumaq lazımdır. Bax, başladı nə? Yağış. Demək ki, biz türklər demiş, piyasadan çıxdı. Nə olacaq? Nə zaman başladı? Biz kəndə çatanda. Feili bağlama tərkibi cümlənin zaman zərfliyi. Bir də baxırıq. Yorulmuşduq. Kim? Biz. Baxın, artıq mübtəda və xəbər meydana çıxdığı üçün biz yerdə qalanlara baxacağıq. Çox yorulmuşduq. Zərflik nə zaman? Kəndə çatanda. Artıq burada bax, belə bir ifadə var və uşaqlara daha çox aldadız gəlir bu. Harda gördünsə feili bağlamanı, məstərin, feili sifətin şəkilçisini, özündən əvvəldəki sözləri birləşdirir, hamısını tərkib əmələ gətirir. Amma burada mübtəda var. Baxmaq lazımdır buna. Və yaxud da belə bir şey deyək. Sudan doyunca içdi. Düzdür? İçdi. Nə qədər içdi? Doyunca. Baxın, nədən içdi? Sudan içdi. Artıq sudan doyunca deyə bir ifadə yoxdur. Sudan içdi ifadəsi var. Oldu mu? Ona görə burada artıq tərkib yaratmamış olacaq. Yaxşı, diqqətli olmaq lazımdır bu məsələlərdə. Və yaxud da xarab olmuş meyvələri Zeynəb atdıq. Nəyə atdıq? Meyvələri. Hansı meyvələri? Xarab olmuş. Nə tərkib oldu burada xarab olmuş? Tərkib olmadı. Tərkib olmadı. Sabahın xeyir. Niyə görə? Çünki olmaq, etmək, eləmək feillərinin adlara birləşməsinlə meydana gəlir. Yaxşımı? Tərkiblərlə bağlı məncə o qədər sıxıntı olmaz. Düzdür? İndi gəlin sizə başqa bir məsələdən danışım. Sizə kimdən deyim? Koroğludan. Baxın, bəzi hallarda olur ki, ikinci tərəfdə məstər olur və yaxud da feili sifəti olur.
amma ismi birləşmə olur. Necə olur? Əgər əsas tərəfdəki məstər söz birləşməsinə daxil olub və o birləşmə üçüncü növün düsturuna uyğundursa, bu olacaq artıq ismi birləşmə. Məsəl üçün, deyirəm ki, mənim oxumağım müəllimi qane etmədi. Nə? Mənim oxumağım. Baxın, birinci tərəfdə yiyəlikdir, ikinci tərəfdə də mənsubiyyət qəbul eləmiş məstərdir. Baxmayaraq ki, məstərdir, nə olacaq? Bu olacaq ismi birləşmə, uşaqlar. İsmi birləşmə. Anladıq mı? Məsimənin bərkdən gülməyi məni əsəbləşdirdi. Nə? Məsimənin gülməyi. Birlikdə üçüncü növ təyini söz birləşməsi, mürəkkəb mübtəda. Düzdür? Nə oldu? Məstər var burada. İsmi birləşmə oldu. Ay sağ ol. Burada təzdən yenidən qayıdırıq başqa məsələyə. Əgər bu tip birləşmələrdə asılı tərəf kimi bildiyimiz yiyəlik hallı sözlər yoxdursa, bu sayılacaq nə? Məstər tərkibi. Bu yadınızda qalsın. Daha çox sualla üstümüzə gəlinən məsələlərdən biri budur. Bərkdən gülməyi əsəbimə toxundu. Nə? Bərkdən gülməyi. Olacaq məstər tərkibi, yenə də cümlə mürəkkəb mübtədası. Anlayırsanız?